Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb. Hadisə dünən saat 21 radələrində qeydə alınıb. 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində Orxan Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. Amil Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayət istifadə etdiyi tüfəng götürülüb. Orxan Hacıyev isə xəstəxanaya aparılarkən ölüb. Bir ağsaqqal olaraq, rayon ağsaqqal olaraq bütün Şamaxı rayonun gənclərinə, bütün Azərbaycan gənclərinə tövsiyəm, məsuliyyətim budur ki, belə hər bir şeydən ötürü bunlar belə baha kitabı çıxartmasınlar, bu yerə çıxartmasınlar. Bunlar ağıllı olsunlar. Yüngül bir sözdən ötürü, yüngül bir işdən ötürü bu hadisənin törənməsi əlbəttə çətin şeydir. Olmamalıdır. Mən tövsiyə edirəm bütün cəmaatlarımıza, bütün gənclərimizə ki, belə şeydən uzaqsınlar, belə şey gözlərini yaxın qoymasınlar. Əlbəttə ki, bu yaxşı şeydir. Bu gələcəyinə hər bir ailəni, hər bir nəsli, hər bir rayonu bir-birinə qatan bir haqq hesabıdır. Ona görə də bu haqq hesabı olmamalıdır. İlk öncə mən zəng elədim, xəbərdar tutdum, məşqə qalmışdı, elə bir ki, saat 6-ın yarısı, saat 5 olar, 5 radələrində. Hal-əhval tutduq, yaxşı hər şey normal, qaydasındadır. Həmən işdəydim, yəni işdən çıxamadığıma görə bir telefon əlaqəsi saxlayırdıq. Ondan sonra məşq başlayıb, uşaqlar da məşq keçib, məşqin olub normal, hər şey qaydasında, qanununda, yəni belə bir şeyin olmağını gözləmirdi. Çünki necə deyirlər, yarışlara hazırlaşırdıq, yarışlara gedirdik, gəlirdik, hər şey normal qaydasında. Lakin belə bir şeyin olmağı gözləmirdi. Sadəcə axşam saat 9-un yarısı, 9 radələrində olaraq mənə zəng gəlir ki, bəs belə bir hadisə baş verib. Mən inanmadım və yığdım özümdə, gördüm telefonu açmır. Və qıraq başqa adamlardan, yəni dostlar, tanışlar da yığ ki, bəs Orxan müəllim bəs rəhmətə gedib. Artıq Qafqaz info saytında da gördük ki, bizə saytda məlumat yayılıb ki, Orxan rəhmətə gedib, Allah rəhmət eləsin. Hal-hazırda Şamaxı rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır. Rafiq Həsənov, Elcim Məlikov, Nilüfər Qəhrəmanova, Şamaxı.